Salam dostlar, bugün gəlmişik Lənkəranın insanları kimi rəngarəng olan bazarına. Ümumiyyətlə, bölgənin ruhunu hiss eləmək üçün bazar gəzintisi əla seçimdir. Burada sezona uyğun hər cür təbii meyvə, tərəvəzlər, eyni zamanda fərqli çeşiddə olan quru meyvələr də var. Biz dadına baxmaq üçün əriyi qurusu aldıq. Özlərinə məxsus turşu, mürəbbələr də satırlar. Dadları fərqli olur, məncə gəlmişkən sınayın. Dekorativ əl işləri də tapmaq mümkündür burada və əlbəttə bura qədər gəlib düyü, çay almamaq günah olardı. İranla yaxın sərhəddə bu bazarda da hiss eləyirik. İran məhsullarını hər yerdə görə bilərsiniz. Uşaqlığımızı xatırladacaq şirniyyatlarla yanaşı burada həm də A-klass versiyaları olan müxtəlif şirniyyatlar görə biləcəksiniz. Bazarlıqda yorulsanız, boğazınızı yaşlamaq üçün belə sərinləşdirici içkilər də var. Ümumiyyətlə buraların ən sevdiyim tərəfi, ən sevdiyim güşələrindən biri belə həsir çantaların, dekorativ səbətlərin satıldığı hissədir. Hər gələndə mütləq yeni bir həsir çanta alırıq. Hətta burada quşların da satışı var. Lənkəranda quş növlərindən məncə ən çox ördək məşhurdur. Əksər kənd qapılarında ördək görə biləcəksiniz. Hər yer güllük gülistanlıqdır. Bir sözlə Astara çayı da alıb bazar sərgüzəştimizi tamamlayırıq. Bəs siz Lənkəran bazarında olmusunuz? Ümumiyyətlə ən sevdiyiniz rayon bazarı hansıdır?